Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iki tərəfli dəyirmi masa öz işinə başlayıb. Görüş üçün artıq nümayəndə heyətimiz bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib. Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir. Sülh körpüsü təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu da iştirak edir. Qeyd edək ki, görüş 2 gün davam edəcək. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton samitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavranılmasına, iqtisadi əməkdaşlıq perspektivlərinə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunub. Azərbaycan nümayəndə heyətinin səfəri Ermənistanla sülh prosesinin geri dönməz vəziyyət aldığını göstərir. Tərəflərin İrəvanda aparılacaq müzakirələrdə Vaşinqtonda paraflanmış sülh sazişinin mətnindən irəli gələn məsələləri müzakirə etməsi bunu göstərir ki, artıq Azərbaycan və Ermənistan yekun sülh razılaşmasına kifayət qədər yaxındır. Vətəndaş cəmiyyəti nümayəndələrinin bu işdə seçilməsi və səfər etməsi artıq qarşılıqlı şəkildə həm Azərbaycan, həm də ki Ermənistan xalqlarının sülh şəraitində dinc yanaşı yaşamağa hazırlanması kimi başa düşülə bilər. Bu bir reallıqdır ki, hökumət nə qədər sülhdə maraqlı olduğunu bəyan etsə də, hələ də ölkədə revanşist qüvvələr var. Bu mənada erməni cəmiyyətini sülhə hazırlamaq bir qədər çətindir. Çünki bu cəmiyyəti təmsil edən çoxsaylı QHT media nümayəndələri var ki, onlar erməni, türk, erməni, Azərbaycan düşmənçiliyini təbliğ edir, regiona sülhün gəlməsini istəmir. Sülh körpüsü təşəbbüsü çərçivəsində qarşılıqlı səfərlərin kökündə məhz bu amil dayanır. Revanşist qüvvələrlə mübarizə. Məlumat üçün bildirək ki, sülh körpüsü platformasının əsas məqsədlərindən biri, bəlkə də ən başlıcası, Ermənistan cəmiyyətinin sülhə hazırlamaqda. ABŞ-nin vitse-prezidenti James David Vance'in regiona son səfərindən sonra artıq hesab edirəm ki, aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması üçün əlverişli şərait yaranıb və artıq bu haqda məlumatlar yayılır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Vance'in səfərindən bir gün sonra belə bir açıqlama ilə çıxış etdi ki, Ermənistan və Azərbaycan sülhə çox yaxındırlar. Biz artıq sülhün geri dönməz hala gələcəyi nöqtəni hiss edirik. Bu da onu göstərir ki, artıq yaxın aylarda yekun sülh müqaviləsi imzalana bilər. Xatırladaq ki, bu istiqamətdə ilk görüş ötən ilin oktyabrında İrəvanda, bir ay sonrası Bakıda olub.